Bugün dənizin qarşısında dayanıb bir şey başa düşdüm. Niyə bəzi insanlar həyatımızdan geçsə də biz onları unuda bilmirik? Biz əslində insana yox, onun yanında yaşadığımız hissləri unuda bilmirik. Bəzi insanlar bizim həyatımıza bizi nəyisə öyrətmək üçün gəlir və gedəndə isə özlərinə bıraktığı hissi biz geçmişə qayıdıb onu bıraka bilmirik. Niyə bəs elə olur? Beyin çünki sənin onun yanında yaşadığı hissə bağlanır ki, sən nə emosiya yaşamısan və o emosiya sənə beyin qaytarır. Hər dəfə də sən keçmişlik qaydanda, o emosiyanın beynində yaşayanda, belə olub, burada gəzmişik, burada belə olub, bir kəş indi yanımda olardı. Sən daha da çox o keçmişə enerji verirsən və o insan yanında deyil və o səni tutur və sən o insanı bırakmaq əvəzinə yenə də öz tərəfə dağıtırsan. Yəni enerji levelində öz tərəfə dartmağa başlayırsan və daha da unutma prosesi daha da çətinləşdirirsən. Bir insanın həyatında olan bir insanın səndə enerjisi 7 il ərzində qalır. Yəni enerjidən, yəni 7 söhbət edir də. Yəni hər münasibət olan insanın 7 il enerjisi səndə qalır. Təbii ki, sən rahat onu meditasiyalar var, rahat buraxırsan, amma ezoterikaya girməyək. Mən psixoloji tərəfini izah edeyim. Niyə görə nə olur? Yəni sən hər dəfə o hissə qaydanda beyin onu indiki kimi zann edir. Beyin bilmir sən bunu indi yaşayırsan yoxsa keçmiş 10 il bundan qabaq yaşamısan. Ona görə sən prosesi daha da uzun edirsən. Bəzi insanlar həqiqətən mən görürəm ki, xatirələrlə yaşayır da. İnsan gedir amma xatirələr qalır deyirlər. O elə bir düzə çətindir, mən başa düşürəm, mən də yaşamışam. Yaşamasaydım təbii ki, mən bunu danışa bilməzdim. Kitab oxuyub, kitab oxuyub bunu danışmaq olmur. Kitab fərqlidir, yəni təcrübədə fərqlidir. Bıraxmağın mən sizə bir rahat yolunu deyim. İnsanı necə bırakırsınız? Bilirsiniz ki, o insan gəldi, münasibətiniz oldu və ayrıldınız. Necəsə oldusa ayrıldınız. Və sən düşünürsən, hər dəfə onu analiz edirsən, keçmişi gətirirsən, qarşıma qoyursan, kəş belə olmazdı, kəş bu sözləri deyərdim, belə olmazdı, belə olardı. Bir şey bilmirsən ki, əzizim, o sənə öyrətdi. Vəssalam. Bunu sən bilirsən, nə öyrətdi sənə. Və çalış ki, bilirəm ağırdır, çalış ki, o dərsi alıb yolda davam edəsən. Yəni, bəzi insanlar sənin həyatında müvəqqəti nəyisə öyrətmək üçün gəlir. Bəzi insanlar sənin həyatının yoldaşı olur, bəli, ömür yoldaşı olur. Onu sən ilkin etapda əslində hiss edə bilərsən. Çünki ezoterikaya girmirəm, amma yəni insan onu intuisiyasına hiss edir ki, bu mənim insandır yoxsa yox. Ona görə hər dəfə keçmişə qaydanda onu bil ki, o anı beyin indiki kimi zənn edib buraxma prosesi daha çətinləşdirir. Ona görə keçmişdə yaşama, bil ki, o insan sənin həyatında bir müəllim olub, ona mütləq təşəkkür elə və deyirəm, təşəkkür edirəm, mən səni bağışlayıram, mən səni buraxıram. Bunu meditasiyada deyə bilərsən, bunu deyə bilərsən ki, səndə olan enerjimi alıram, məndə səndə olan isə geri qaytarıram, təşəkkür edib geri qaytarıram. Misal üçün, bunu sən hər gecə yapmamışdan qabaq edə bilərsən. Mən bunu 21 gün ərzində elədim. Çünki insan enerjisi məndə qalmışdı. Onu edəndən sonra artıq yatmışdan öncə təbii ki, o insanın enerjik olaraq bağımı kəsilsən.
bağımlı kəsirsən enerji olaraq və yavaş-yavaş sən enerji poləndən başlayır getməyə. Əgər bura qədər izlədinizsə, təşəkkür edirəm. Like qoy, bəyən, dostlarına paylaş. Bəlkə kimisə bu video faydalı olar, xoş mənə. Komment yaz və növbəti videoda görüşmək ümidi ilə özünə yaxşı bax əzizim. Sağ ol.